Sağlam Radio 93 FM-də Ofsaydı dinləyirsiniz. Bugünkü qonağım Zümrüd Ağayeva və Siyasət Əskərovdur. Azərbaycan milli komandası barədə, qadınlardan ibarət yığmamız barədə artıq danışa bilərik. Yığma komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunlarda çox gözəl bir seriyaya yaxalayıb. 3 qələbə və 1 məğlubiyyət qeydə alınıb və hazırda qrupda 9 xalla ikinci yerdə qərarlaşmışıq. Son qarşılaşmalar barədə danışa bilərik. Andorraya 2 ardıcıl qələbə, Andorra üzərində 2 ardıcıl qələbə qeydə alındı səfərdə və Bakıda keçirilən qarşılaşmada eyni zamanda Şimali Makedoniya üzərində qələbə qazanıldı ilk görüşdə. Belə deyək, siz də düz buyurdunuz. Doğrudan da bu belə deyək seçim mərhələsi şükürlər olsun çox yaxşı belə deyək davam edirik. İlk olaraq Makedoniya birinci belə deyək UEFA-nın aldığı ayırdığı pəncərədə Makedoniya və Macarıstan oynadıq. Evdə Makedoniya ilə oynamışıq. Düzün desəm, ilk oyun həmişə çətin olur başlanğıcda və onu da qeyd edim ki, həmin oyunda doğrudan da zədəli oyunçularımız da var idi, biraz sıxıntılarımız var idi. Ona baxmayaraq doğrudan da çox yaxşı qələbə qazandıq 2-0-lıq və ondan sonra Macaristana getdik və biz milli komandalara bizdə əlimizdə bilirsiniz, yəni böyük bir kütləmiz yoxdur ki, kimsə zədələndə onu əvəz edən o səviyyədə oyunçularımız olsun. Oyunçularımız hələ gəncdir, əksəriyyəti. Ona görə zədəli oyunçular olduğunda onların yerlərini doldurmaq bizim üçün çox çətin olur. Və Makedoniyada da onsuz da zədəli oyunçularımız vardı. Yəni bu bir nəfər olanda onun yerini doldurmaq olur, bu 2-3 nəfər olanda onun yerini doldurmaq çox çətin olur. Makedoniyanın əslində biz belə deyək, əlimizdən gələn hər şey elədik komanda olaraq və evdə də qələbə qazandıq. Təəssüflər olsun ki, Macarıstan oyuna gedəndə həm birinci oyunundan yorğunçuluğu var idi, həm burada yol amilləri var. Və mən düşünürəm ki, 3 gündən sonra da oyun oldu, həm də tam bərpa ola bilmədi. Yəni biz hər şey elədik ki, onlar tam bərpa olsun. Bir də dəyişiyə də gedə bilmədiyimizə görə mən düşünürəm ki, orada bu amillər bizi mənfi tərəfdən belə deyə problem yaratdı. Macarıstan rəqib doğrudan da çox güclü rəqibdir. Həm individual olaraq oyunçu kalitəsi, həm komanda olaraq oyunçu və oyunçuların oynadığı liqaların keyfiyyəti də yüksək səviyyədədir. Yəni dönüb arxaya baxsaq, bir ildən daha biraz çox Macarıstan 2 ilə yaxındır A səviyyətinin komandası idi. Onlar yəni bilinməyən səbəblərdən onlar B-yə, oradan da C-yə gəliblər və gəldilər bizim qrupa düşdülər. Ondan sonra Andorra oyunu mən dəyərləndirərdim. Düzün desəm, Andorra elə bir rəqib idi ki, biz məsələn Makedoniyanı burada oynayanda Macarıstanla Andorra evdə oynamışdı Andorrada və orada bərabərə qalmışdı hesab. Yəni onlar Macarıstan onlara evdə qol vura bilməmişdi. Biraz burada, biraz bizdə qorxu hissi var idi. Çünki Andorra komandası belə müdafiə oturanda çox kompakt otururlar. Bizim də biraz orada ola bilərdi ki, problem yaşayaq və belə də oldu. Biz oradakı oyunda ilk belə deyək, qolu da öz qapımızda biz gördük. Yəni mən sevindirici haldır ki, düzün desəm, qızlar tez bir zamanda onun cavabını verdilər və ondan sonra arxa-arxaya qollar gəldi və 3-1 bitdi oyun. Evdəki oyun daha rahat oldu bizə, çünki rəqibi daha yaxşı tanıyırdıq. Mənfi və müsbət cəhətlərin bilirdik, oradan yola çıxdıq. Şükürlər olsun ki, evdə də qələbə qazandıq və hal-hazırda siz də qeyd elədiniz, birinci yerdə Macarıstanda 10 xalla, biz ikinci yerdə 9 xalla. Məsələ də odur ki, ya birinci çıxmalı direkt qrupdan, ya da play-off ən yaxşı 6 qrupun içində ən yaxşı 2 komanda play-off oynaya bilər. İnşallah ki, bizim məqsədimiz odur ki, doğrudan da üzümüzə gələn belə deyək də mərhələdə evdə oynayırıq Macarıstanla. Ayın 5-də və 9-unda Makedoniyada oynayırıq. Məqsədimiz odur ki, maksimum hazırlaşıb evdəki oyunda qələbə üçün çıxacağıq. Çünki play-off'u risk atmaq istəmirik. Biraz orada belə deyək, çətinliklər ola bilər. Çünki digər qruplarda orada qızıl xallar var. Qrupun axırıncı yerlərinin xalları silinir avtomatik olaraq. Orada ona görə biraz riskə gedə bilərik. Ona görə maksimum eləməliyik ki, biz azından Macarıstana maksimum qələbə çıxırıq. Ya da minimum belə deyək, uduzmamaqdır, yəni xal çıxartmaqdır. Çünki o qızıl xal alaq onlardan. Ondan sonra da %100 gərək biz Makedoniyadan 3 xal alaq ki, yəni ya birinci getməliyik, ya play-off getməliyik. Ümumi götürəndə bu indiki mərhələyə qədər doğrudan da komandadan, qızlardan razıyam. İnşallah yenə də deyirəm, bir dənə istəyimiz odur ki, zədəmiz olmasın. Zədəmiz olanda doğrudan da problemlərimiz olur. Ümid edirəm ki, zədə ilə də problemlərimiz olmaz. Qapıçı Aytac Şərifova əvəzləndi və bir də Sevinç Cəfərzadə maçın səhv etmirəmsə ilk hissəsində
sanki zədələndiyi göründü və daha sonra özünün də açıqlamaları oldu ki, mənə bir zədə artıq qarşıma ala bilməz və maçın sonuna qədər təbii ki oynayacağam. Həmin o epizodlara bir qədər aydınlıq gətirə bilərsinizmi? Belə deyək, əslində biz qapıçı Aytazda gəldikdə əslində yenə deyirəm, qapıçı yeri mövqeyisi elədir ki, yəni çox da orada dəyişikliyə gedə bilmirik, amma digər qapıçılarımız var ki, onlara da şans verməliyik. Çünki yəni biz bir dəfə bunu yaşamışıq Aytazın zədə ilə bağlı. Ondan sonra Nərgiz onu əvəz elədi. Şükürlər olsun ki, o doğrudan da o həmin oyunları çox komandaya köməklik elədi. Ona görə oyun praktikasından geri qalmasın deyənə biz hər zaman bunu qapıçı məşqçisi ilə də məsləhətləşirik və şans olduğu halda çalışırıq ki, qapıçıya şans verək ki, yəni azından onun da oyun praktikası olsun, o hazır olsun. O ki qaldı digər tərəfdən Sevincin zədəsi ilə bağlı və çıxartmama səbəbi belədir ki, Sevinc çox xarakterli oyunçudur doğrudan da, yəni komandaya çox dəstək olur içəridə və komandanın kapitanıdır. Sevinc məsələn bizim Andorradakı oyunda məcburi bir Sevinci çıxartmışdı. Çünki aldığı zədə onun qaçmağına problem yaradırdı. Əslində yenə çıxmaq istəmirdi, düzünü desəm, amma həkimlər yəni dedi ki, çıxmalısan da. Yəni çünki bizim ikinci oyunumuz da vardı, çox pis təsir edirdi. Oyunun sonları idi. Bu oyunda da onsuz da biz oyunçularla danışırıq, həkimlə danışırıq. Əgər elə bir ağrı varsa, o doğrudan da onu qaldıra bilməyəcək, ziyan olacaq. Onda onsuz da çıxardırıq. Onda yəni bu ağrı o ağrı deyildi ki, Sevincdir ki, davam eləmək istəyir. Ona görə yəni biz Sevinclə davam elədik. Qadınlardan ibarət milli komandamızın heyətinə bəs dəvət olunması gözlənilən yeni bir simalar varmı? Azərbaycanda Yüksək Qızlar Liqasında çıxış edən futbolçularımızdan. Yəni belə deyək də, düzün desəm bütün biz oyunçuları tanıyırıq, onsuz da bilirik, oyunlara baxırıq. Əgər o talant oyunçular varsa, doğrudan da milli komandaya cəlb edə biləcəyimiz oyunçular varsa, oyunçuları biz həmən belə dəyərləndiririk və çalışırıq ki, onlar milli komandanın düşərgəsinə gəlsinlər. Son milli komandanın kamplarına gənc oyunçular dəvət olunur və yenə də deyirəm, o gənc oyunçuları dəvət eləmə səbəbimiz odur ki, yəni biz görürük ki, o mövqedə və hansısa oyunçu var ki, doğrudan da bu gənc oyunçu ilə eyni səviyyədədir. Biz ona görə gənc oyunçunu çağırırıq. Çünki onun önü açıqdır, gəncdir və düşünürük ki, doğrudan da o belə deyək, bir neçə ilə daha yaxşı səviyyəyə gələ bilər. Ona görə yəni yenə də deyirəm, hansı komandada adından fərqli olmayaq, yaxşı oyunçu varsa, istəyir gənc olsun, milli komandanın düşərgəsinə gəlməlisə, oyunçuları biz hamısını dəvət edirik. Yığmanın oyunları ilə bağlı bu detal da xüsusilə diqqətimi çəkir. Milli komandamız çox yaxşı çıxış eləyir, lakin bu çıxışlara rəğmən qızların oyunlarına o qədər də böyük bir azarkeş dəstək olmur. Bunun bir tərəfdən fikirləşirəm ki, bəlkə aşağı liqalarda, hazırda AFFA-nın 4 liqası var. Həmin o liqalarda çıxış edən, məsələn, qızların tanışları, bəlkə valideynləri niyə gəlib izləmirlər? Niyə bu qədər maraq azdır? Mən sizə bir söz deyim. Bizim sonuncu oyunumuzda Andorraya qarşı Bank Respublika Arenada elə həmin dediyimiz o liqanın iştirak edən klublar, Araz Naxçıvan klubunun, Liman klubundan, Təhsil klubundan, Sabah klubundan 5-6 klubdan bizə müraciət oldu ki, biz qızların oyununa gəlib baxmaq istəyirik və o klublar gəlib bizim qızları dəstəklədilər. Ümumiyyətlə demək olar ki, həmişə qızların milli yığma komandanın ev oyunu olanda liqalarda iştirak edən klublar gəlib qızları dəstəkləyirlər. Hətta bu səfər bizim qızlarımızı İdman Akademiyasının tələbələri gəldi, 40-45 nəfər gəldilər, bizi dəstəklədilər. Çünki oyundan öncə, bir neçə gün öncə bizim həmin akademiyada imza günümüz var idi və orada elan olunmuşdu ki, oyunumuz var. Maraq oldu və bizə müraciət olundu. Biz onların gəlişini təşkil elədik ki, gəlsinlər, rahat oyunumuza baxsınlar. Son ev oyunlarımızın belə deyək də azarkeş kütləsi 300-350 nəfər əhatə edir. Əlbəttə ki, könül istərdi ki, stadion tam dolu olsun. Amma yəqin ki, biz hələ o günlər hələ ki qabaqdadır ki, haçan ki bizim qızlarımızın oyununa bəlkə də elə bir gün olacaq ki, bilet tapılmayacaq. Siyasət bəy, Yüksək Qızlar Liqasında, aşağı liqalarda belə siz eyni zamanda aşağı liqaların oyunlarında da iştirak edirsiniz, görürük siz orada və kiçik yaşlı uşaqlarımız, qızlarımız milli komandanın üzvlərinə bir kumir kimi rəftar göstərirlərmi? Bir onların kumiridirmi milli komandanın üzvləri? Belə deyək, mən
əsasən 14 liqasının oyunlarına çox baxıram. Orada çünki aşağı milli komandaların oyununun, yəni ora dəvət olunan oyunçuların ordadır əksəriyyəti. Düzün desəm, orada çox yaxşı oyunçular var və orada. Və biz mütəmadi olaraq bəzi A milli komandanın qızlarını çalışırıq ki, elə o liqalara aparaq, onlar da baxsın, həm qızlar onlarla bir ünsiyyətə keçsin. Çalışdığımız qədər çalışırıq aşağı yaş milli komandaların belə deyək də kampları zamanı hansısa milli oyunçularını ora dəvət eləyək, biz onlarla bir ünsiyyət kursunlar falan. Əlbəttə ki, kumulləri var və oyunlara gəldikləri zaman falan xahiş edirlər ki, bizi qızlarla görüşdürün falan. Yəni biz bunları hiss eləyirik, doğrudan da biz sevinirik buna. Və o ki qaldı azarkeş baxımından mən düşünürəm ki, son illərdə biraz daha çox olmasa da biraz fərq var yaxşıya doğru. Mən düşünürəm biz A milli komanda olaraq daha yaxşı nəticələr qazansaq, daha yaxşı belə azarkeş tərəfindən nəticələr görə bilərik. Ona görə biraz azarkeşlər deyirik, gəlməlini hər dəfə deyirik. Biz də gərək bu nəticələri maksimum düzəldək ki, azarkeşlər meydançalara gəlsin. Mən həmçinin üzr istəyirəm, qeyd eləmək istəyərdim ki, o kumir oyunçuları deyirsiniz. Biz noyabrın ayından etibarən məktəblərə, tədbirlərə gedirik və ora hər dəfə gedəndə milli yığma komandamızın 3-4 oyunçusunu sima olaraq aparırıq və məktəbin akt zalında təşkil olunan tədbirdə şagirdlərlə bizim qızlar arasında fotozona təşkil olunur, sual-cavab təşkil olunur, ümumiyyətlə necə futbola gəliblər, hansı maneələrlə rastlaşıblar və s. və ilaxır. Və o görüşlərin nəticəsində, məsələn, biz 244 nömrəli Binəqədi rayonunda məktəbə getmişdik. Fürsətdən istifadə edib o məktəbə təşəkkür eləmək istəyirəm. Hər zaman bizim oyunlarımıza gəlib bizi dəstəkləyirlər və hətta qızlarımız üçün plakatlar hazırlayırlar və s. və ilaxır. Sonuncu dəfə biz o məktəbdə görüşdə olanda tədbirdə bizim milli yığma komandamızdan Nigar Mirzəliyeva idi, səhv eləmirəmsə, Nərgiz Əliyeva idi və Mehriban idi qapıçımız. Biz orada tədbirdə idik, orada sual-cavab idi, necə gəlmisiniz futbola, ümumi şagirdlər suallar verirdilər bizim qızlara və o məktəbin 2 qızı futbolla məşğul olmağa başlayıb və futbola gedir. Yəni ki, mən düşünürəm ki, hər məktəbdən 1-2 qız çıxsa, gələcəkdə onların 10-15-dən ən talantlı 5-10 qızı hər hansısa bir həm aşağı yaş millilərə, həm milli komandamıza fayda verəcəklər. Milli komandanın, əsas milli komandanın, A milli komandanın çıxışları barədə danışanda üzünüz gülür, lakin aşağı yaş komandalar barədə danışanda o zaman nəticələrdən asılı olaraq bir qədər məyus oluruq. Məğlubiyyətlər qeydə alınır, xüsusilə 17 komandasında və digər aşağı yaş komandalarımızda. Bu milli komandalar arasındakı fərq nədədir bəs? Əfsuslar olsun ki, U17 və U19 milli yığma komandalarımızın sonuncu Avropa çempionatındakı seçmə mərhələsindəki oyunları və nəticələri heç sevindirici olmadı. Bu həm bizi federasiya olaraq, həm də ki cəmiyyətimizi belə deyək də narahat edir. Amma onu da qeyd eləmək lazımdır ki, qarşılaşdığımız rəqiblər Avropada öz sözünü demiş bir rəqiblərdir. Xorvatiyası, Çexiyası, Belgiyası. O ölkələrdə Avropada qızlar futbola 6 yaşından başlayırlarsa, bizim ölkəmizdə bu situasiya tam fərqlidir. Bizim qızlar 13-14 yaşından futbola başlayırlar. Bizdə futbola cəlb olunma prosesi çox gec başlayır. Əlbəttə ki, bütün bu söylənənləri belə deyək də biz nəzərə alırıq, bilirik. Biz hal-hazırda düzgün strukturla, düzgün strategiya ilə və düzgün planlama ilə işləməliyik ki, 15, 17, 19 milli yığma komandalarımızın məşq fəlsəfələri, oyun fəlsəfələri, onların təlim məşq toplanışlarının sayını artırmalıyıq mütləq. Beynəlxalq yoldaşlıq oyunların, oyun praktikası artmalıdır. Biz bu işlər üzərində işləməliyik. Biz bu, belə deyək də, fundamental bir şeyləri düz eləməliyik. Və bizim fevral ayından xarici mütəxəssisimiz ilk dəfə olaraq qadın futbolunda, sırf qadın futbolunda çalışan texniki direktor bizimlə işləməyə başlayıb. Onun vəzifələrindən biri odur ki, sırf aşağı yaş millilərdən olan milli yığma komandaların, yenə dediyim kimi, oyun fəlsəfələrin, məşq proseslərin, fiziki, texniki hazırlıqların tam strukturun planlamasını hazırlasın ki, bunlar zəncirvari olaraq getsin və A milliyə bizim qızlar gələndə artıq o sistemə uyğunlaşsın. Mən inanıram ki, düzgün işlə,
düzgün planlama ilə biz gələcəkdə istədiyimiz nailiyyətləri əldə edəcəyik. Əlbəttə ki, bunu qısa müddətdə etmək qeyri-mümkündür. Mən demirəm ki, oktyabr ayında olan növbəti raundda bizim qızlarımız çıxıb bütün oyunları udacaq. Buna bir zaman lazımdır. Və bu zaman 5 ay, 6 aydan ibarət deyil. Buna ən azı 2, 3, 4 il lazımdır ki, biz istədiyimiz nəticəni indi qururuq o sistemin bəhrəsini bir neçə ildən sonra görək. Qızların fərdi performansı ilə davam etdirmək istəyərdim. Xüsusilə bu müddət ərzində qadın futbolunda ilk yaşandı ki, Bundesliqada çıxış eləyən, ilk dəfə formasını geyinən bir mübarizə aparan bir futbolçumuz oldu. Nigar Mirzəliyevaya Hamburg klubundan transfer təklifi gəldi, qəbul etdi və bu transfer prosesi necə baş verdi? Qış fasiləsində Nigar Mirzəliyevaya, Nigar bundan öncə Zenitdə oynayırdı, bilirsiniz və çox yaxşı çıxışları olurdu. Komandanın ilk 11-liyində çıxış eləyirdi. Qış fasiləsində Nigara menecer tərəfindən təklif gəldi ki, Avropada oynasın. Nigar əlbəttə ki, bir oyunçu üçün bu böyük karyerası üçün böyük bir təcrübədir. Bizimlə də baş məşqçisi ilə də məsləhətləşərək fikirlərimizi də soruşdu. Biz əlbəttə ki, dedik ki, bu böyük bir şansdır. Nigar həmçinin şəxsi karyerasından başqa mən düşünürəm ki, Azərbaycan qadın futbolunun Avropadakı bir simasıdır. Bu həqiqətən belə deyək də bir təbliğat proyekti kimi bir şeydir. Çünki Nigarın ora transfer olunması həm mediada da çox müsbət qarşılandı, həm qadın futbolunun PR-na da təsir etdi. Bunu açıq söyləmək lazımdır. Nigar Bundesliqanın Hamburg klubunda çıxış edir. Biz ümid edirik ki, o bu komandada çox gözəl nəticələr əldə eləyəcək və bəlkə də bundan da yaxşı bir klublara transfer olunacaq. Mən bir burada qeyd eləmək istəyirəm. Əslində Nigara təklif gələndə yəni direkt Hamburgdan gəlməmişdi. Digər, yəni Bundesliqanın digər 3 klubu daha var idi Nigarı istəyən, amma ad çəkməyəcəm, əlbəttə ayıb olar. Və İngiltərədən bir klub var idi. Düzün desəm, İngiltərə liqasından, bəli, əsas əsas liqasından, 1-ci liqadan təzə çıxmış komandalardan idi. Əslində biz birinci düşüncəmiz İngiltərə idi, düzün desəm, menecerə. Amma orada belə bir qanun var ölkənin ki, sənin ölkəvi reytinqi və ya da getdiyin klubun reytinqinə görə sənə ölkə oturum verir, belə deyək, yaşamaq hüququ verir. Orada da bizim alınmadığına görə və bəzi sənədləşmə problemləri olduğuna görə biz məcbur olduq. Hamburqu niyə seçdi deyirsiniz, digər Bundesliga komandaları vardı. Əslində Hamburqun baş məşqçisi ayrıldı, bilirsiniz, təzə bir məşqçi gəlib. Əvvəl ayrılmayan baş məşqçi Nigarı çox təbrik edirdi ki, o komandaya gəlsin və özü ilə şəxsən danışmışdı Zenitdə olanda ki, bəs mən istəyirəm sən bu komandada olasan falan və menecerlə neçə dəfə danışmışdı Hamburqun idman direktoru, belə yəni neçə dəfə menecerlə görüşmüşdü ki, digər klubları stop qoyun, Hamburqa gəlsin falan. Yəni bu qədər, yəni bu klubun yanaşması falan biz də düşündük ki, yəni bu klub bu qədər istəyirsə, ona görə biz seçim elədik ki, Nigar Hamburqa getsin. Yəni məsələ belədir. Yəni və biz düşünürük ki, doğrudan Züm xanım qeyd elədi. Bundan sonra Nigarın orada gördüyü iş Azərbaycan qadın futbolunda digər bizim qızlara yol açacaq və onun üçün də doğrudan da düşünürəm Nigarın üzərində böyük iş düşür. Nigar özü də müsahibəsində, açıqlamasında bildirmişdi ki, təkcə Almaniyada yox, Avropanın digər top ölkələrində də istəyər ki, Azərbaycanlı digər həmcinsləri, qadın futbolçuları iştirak eləsin. Bəs qızlarımıza, milli komandanın üzvlərinə və yaxud da digər futbolçulara Avropanın top ölkələrindən bizim təkliflər varmı? Bu il belə deyək də qızlarımızın çox qəşəng transferləri oldu. Alina Nehmətovanı qeyd eləmək olar, Serbiyanın Partizan klubunda oynayır. Nərgiz Hacıyeva təzəlikcə Qazaxstana transfer olundu. Milana Rəhimova Makedoniyanın Luboton klubunda oynayır. Yəni qızlarımız yetərincə yaxşı klublarda çıxış eləyirlər və qızlarımızla maraqlanırlar. Və düzdür, əksəriyyəti Türkiyə, Rusiya, Qazaxstan bu ölkələrdə oynayır, amma yəni bizim məqsəd, plan, strategiyamız, doğrudan da qadın futbol departamenti olaraq bizim milli komanda olaraq məqsədimiz odur ki, Türkiyədə olan qızlarımızı, çünki əksəriyyət oradadır. O qızları biz Avropaya necə çıxarda bilərik? Yenə deyirəm, bu ilk addımlar indi oldu, bu sevindirici haldır və yenə də deyirəm, dönüb arxaya baxsaq 5 il bundan qabaq ki, kimsə bizə desəydi ki, bizim Bundesliqaya transfer olunan oyunçumuz olacaq, bəlkə də kimsə buna inanar deyə də inanmazdı. İndi
Yəni bu reallıqdır ki, bizim Bundesliqada oynayan oyunçumuz var və mən düşünürəm ki, niyə də olmasın digər top ölkələrdə bizim oyunçularımız və onun üçün çalışırıq ki, indi biz yəni kütlə Türkiyədədir. Türkiyədə olan qızlarımızı biz necə çıxarda bilərik? Bu bir mencərlərlə danışıq olur. Yəni bu departament tərəfindən. Hal-hazırda bunun üzərində Müqayisə işlər eləsək, görürük. kişi futbolçular və qadın futbolçularla müqayisə eləsək, qızlara daha çox inanırlar. Məsələn, kişi sektoru üçün, futbolçular üçün o qədər bazarda Azərbaycanlı futbolçunu transfer etməyə güvən, inam yoxdur. Lakin qızlarda bu bir qədər fərqlidir. Yox, Məncə buna orada inanmıram fərqli deyil. bir şeydir. Orada maddiyyat söhbəti var. Mən belə düşünürəm əsas. Çünki Bəli. bizim kişi futbolçularımız düşünür ki, bəlkə də burada istədiyini ala bilər. Yəni mən bilmirəm. Amma bizdə burada ölkədə o yoxdur. İkincisi də mən düşünürəm ki, qızlar daha dözümlüdür. Gedib yaşayırlar, əziyyət çəkirlər. Doğrudan da qıraqdan çox rahat görünər. Bir şeylər var ki, məsələn, problem yoxdur, gedir məsələn Türkiyədə oynayır, Rusiyada. Məsələn, Almaniya transfer olub. Nə bəxtəvər adamdır. Yəni kimsə bilmir bunun içində, düzdür? Amma elə şeylər var ki, o insanlar ora uyğunlaşmaq var da. Yəni bir məsələn biz Azərbaycanlı bir insanın, yəni Azərbaycanda böyümüş bir insan gedir Rusiyaya, neçə illərdir Rusiyada yaşayır. Oranı hardasa yeni bir uyğunlaşır. Yəni problem olmur, ora mentalitet falan filan. Birdən tap gedir Almaniya. İndi gəlin, yəni alman dilini bilmir, düzdür ingilis dilini hardasa bilir, özünü belə danışaraq hardasa Nigar başa alman sala dili bilir kurslarına və artıq kurslara gedir. gedir indi hal-hazırda öyrənir, okey. Amma birdən belə Almaniya kimi ölkə, qıraqdan məsələn doğrudan deyirəm, kimlərsə deyir ki, superdir, Almaniya transfer, orada yaşayır. Elə deyil, çox çətindir. Yəni biz onlarla danışırıq. İndi Zümrüd xanım da danışır, mən də bir məşqçi kimi danışıram. Çox çətinlikləri olur. Darıxırlar ki, məsələn, Darıxırlar. digər- Çox darıxırlar. Xüsusən Analar belə deyək də üçün, qızlardır, valideynlər tək yaşamağa öyrəşməmişlər, gənc qızlardır. Əlbəttə ki, bu belə deyək, pərdə arxası məqamlar da var. Hansıları ki, yalnız Siyasət müəllim qeyd elədiyi kimi biz bilirik. Bəlkə qıraqdan həqiqətən kimsə baxıb deyə bilər ki, Almaniyada oynayır, Makedoniyada oynayır, Türkiyədə oynayır. Amma ki, həqiqətən qızlara məncə oğlanlardan daha çox çətindir. Ailəsindən ayrılmaq, tək orada yaşamaq. Yəni ki, belə bir amillər var. Bəli. 2026-cı il üçün, bu il üçün bəs qadın futbolu çərçivəsində daha hansı planlar var? Planlar çoxdur əslində. İnşallah ki, onları hamısını belə deyək də, pillə-pillə, addım-addım həyata keçirtməkdir əsas. Biz yenə öncədən vurğuladığım kimi aprelin 30-da Füzuli şəhərində olduq. Bizim ilk işğaldan azad olunmuş torpaqlara ziyarətimiz 2025-ci ildə Zəfər Yolu adlı sosial layihə çərçivəsində baş tutmuşdu. Milli yığma komandanın üzvləri ilə biz Qarabağa səfər etmişdik və Qarabağa səfər edəndə bir nömrəli Mirzə Uluqbəy adında məktəblə görüşdük. Məktəblə görüş zamanı məktəbin rəhbərliyi ilə də danışdıq və biz artıq ilkin addımları, ilkin danışıqlar aparmışdıq ki, hər hansısa qadın futbolu ilə bağlı layihələrmi, festivallarmı olsa, biz mütləq bura gətirəcəyik. Çünki orada heç bir zaman işğaldan azad olunmuş ərazi idi. Futboldan söz gedə bilməz, xüsusən də qadın futbolundan. Və biz bu layihəni, festival layihəmizi qızlar üçün, balaca qızlar üçün keçirtdik Füzulidə. Füzulidə də keçirtməyimizin məqsədi nə idi ki, orada 62 qız iştirak elədi və bu səfər biz ora gedəndə danışdıq ki, bu 62 qız var və yaxın ərazilərdə də 2-3 məktəb var. O məktəblərdən 4-5 komanda yaradılsın və növbəti mövsümdən bizim 12 qızlar liqamıza Füzuli zonası olaraq qatılsınlar və bu bir ilk olacaq qadın futbolunda və gələcəkdə o 12 liqasından 15 milli yığma komandamıza 3-4 talantlı qız seçilərək düşsə, həm Füzulini təmsil edəcək, həm Azərbaycanı Avropada təmsil edəcək. Məncə biz bu istiqamətdə hal-hazırda işlər görürük. Həm Lənkəran zonası eyni fikirdə var ki, oradan da liqa yaransın, komandalar olsun. Həm Füzuli hal-hazırda gündəmdədir. Çox sağ olun. Bizə ayrılan vaxt başa çatır. Təşəkkür edirəm. Sizin hər birinizə uğurlar arzulayıram. Biz də təşəkkür Siyasət bəy, həm milli komandada, həm Neftçi klubunda sizə uğurlar olsun. Təşəkkür edirik. Çox sağ olun. Dəvət elədiyinizə görə çox sağ olun. Təşəkkür edirəm. Bir saat ərzində Ofsaydı dinlədiniz. Sizin də sağollaşıram. Yenidən Ofsaydı düşməyi unutmayın. Hələlik özünüzdən müğayət qalın. Sağlam Radio 93 FM-də qalın.